Salam uşaqlar, 7-ci sinif kimya fən müsabiqələri 2024-2025 suallarını işləyəcəyik. Başlayaq birinci sualdan. Uyğunluğu müəyyən edin. Buradakı həll yolu budur ki, hər bir molekulda olan atomların sayını uyğun şəkillərlə uyğunlaşdırmalıyıq. Məsələn, görürük ki, birincidə karbon 1, 4 hidrogen var. Bu uyğun gəlir, görürük ki, bu karbon 4 dənə də hidrogeni göstərir. Yəni 1-ə B uyğun gəlir. 2-də CO2, 1 karbon, 2 oksigen. Bu da uyğun gəlir C bəndinə. Karbonu, bu da oksigenləri göstərir. Yəni 2-yə C. 3-cüdə NH3, yəni 1 atom olan azotdur. 3 dənə də hidrogen bunları ifadə edir, uyğun gəlir. Və 3-cü sualda da A bəndini götürürük. Yəni 1-ə B, 2-yə C, 3-ə A. Bu da bir BCA, BCA, B variantı. Birinci sualın cavabı B. İkinci sual da sadə sualdır. Deyir ki, hansı halda metal və qeyri-metallar doğru göstərilib? Baxıb görürük ki, A bəndində dəmir, mis, bunlar metaldır. Karbon, azot, bunlar da qeyri-metaldır. Elə birbaşa A bəndini götürürük. Digərləri niyə olmaz? Çünki B bəndində qeyri-metallardır bunlar. C bəndində bor qeyri-metaldır. D bəndində də silisium qeyri-metaldır. Ona görə uyğun gəlməz. Keçək 3-cü suala. 3-cü sualda deyilir, verilmiş nüvə ətrafında elektron paylanmasını müəyyən edin. Görürük ki, neytronların ümumiyyətlə elektron-protona aidiyyəti yoxdur. Bizdə bir qayda var ki, protonla elektronların sayı neytral atomda bərabərdir. Proton da burada hansı rəngli olan şarlardır? Bənövşəyi rəng. Baxıb görürük 1, 2, 3, 4 bənövşəyi şar var. Yəni, bu o deməkdir ki, bu atomda 4 proton var. Deməli, 4 elektron da olmalıdır. Elektronlar da bu rəsmdən göstərilib. İndi baxıb görürük ki, göy rəngdə olan, deməli, birincidə 4 dənə var, amma yanlış göstərilib. Çünki ilk təbəqədə 1 elektron göstərilib, bu da düzgün deyil. İkincidə 1, 2, 3, 4, 5, bu yanlışdır. C bəndində 1, 2, 3, 4, 5, bu da yanlışdır. D bəndində bəli doğrudur. Çünki ümumi say görürük ki, 4 dənə elektrondur. Birinci təbəqədə 2 elektron, ikinci təbəqədə də yenə 2 elektron var. Deməli, D variantına uyğun gələr. A variantı niyə götürmədik? Çünki A variantında birinci təbəqədə 1 elektron var idi. Ona görə də götürmədik. Keçid alırıq 4-cü suala. Uyğunluğu müəyyən edin. Kristallaşma üsulu, buxarlanma üsulu, süzmə üsulu. Kristallaşdırma üsulu ilə şəkəri ayırarlar. Buxarlandırma üsulu ilə duzu. Yəni, bir qaba duzlu su töksək, duz qalacaq qabın dibində, su buxarlanacaq və ayrılacaq. Süzmə üsulu ilə də qumu, yəni A bəndidir 3-ə. Yəni, süzgəc, belə dedik, qıfın üzərinə süzgəc kağızı qoyulur, üzərinə qum su tökürük, qum qalacaq süzgəc kağızının üstündə, su isə damcı-damcı axıb keçəcək digər qaba. Kristallaşma üsulu nədir? Onun haqqında da qısaca deyim. Kristallaşma üsulu ilə buxarlandırma üsulu ilə ayrılması mümkün olmayan maddələri ayırmaq daha effektivdir. Ona görə də, məsələn, şəkər, su qarışığı buxarlandırma üsulu ilə ayırsaq, şəkər parçalanar. Ona görə biz bunu kristallaşdırma üsulu ilə ayırırıq. Deməli, 1-ə B, 2-yə C, 3-ə A, B, C, A uyğun gəlir B variantına. Keçid alırıq 5-ci suala. Kimyəvi hadisəni müəyyən edin. Kimyəvi hadisə o hadisələrdir ki, tərkib dəyişsin. Biz bunu təbiət fənnindən keçmişik. Baxıb görürük, havadan azotun alınması. Hava qarışıqdır. Onsuz da onun tərkibində azot, oksigen və digər qazlar var. Biz sadəcə onu saflaşdırıb təmizləyirik, azotu əldə edirik. Yəni, kimyəvi reaksiya aparmırıq, kimyəvi hadisə olsun. Deməli, qarışıqdan əldə olunmalar fiziki hadisədir, kimyəvi hadisə deyil. Qumun su ilə qarşılanan qumun ayrılması. Yenə qarışıqdan qumu ayırır. Bu da fiziki hadisədir. Bu kimyəvi hadisə ola bilməz. Sudan oksigenin alması, bəli, bu başqa məsələ. Su özü saf maddədir, qarışıq deyil. Saf maddədən oksigen almaq üçün gərək reaksiya keçirdəsən. Reaksiya bu şəkildə olur. Su H2O-dur. Elektroliz reaksiyasıdır bu reaksiya. Bu şəkildə göstərmək olar. Nəticədə əldə olunur H2 və O2. Sudan oksigen alması necə oldu? Kimyəvi reaksiya vasitəsi ilə oldu. Deməli, 5-ci sualda C bəndi düz olacaq. Buzun əriməsidir. Ümumiyyətlə, aqreqat halı dəyişikliklər fiziki hadisədir hamısı. Deməli, ABD deyil. Keçid alırıq 6-cı suala. Bu sualdakı məntiq bundan ibarətdir ki,
Əgər elektron sayı proton sayı ilə eynidirsə, neytral atomdur. Yox, əgər elektron sayı ilə proton sayı fərqlənirsə, bu o deməkdir ki, bunlar ion, ya müsbət ya mənfi ion əmələ gətirəcək. Elektron sayı proton sayından çox olanda mənfi ion eləyir. Əgər proton sayı elektron sayından çox olarsa, onda müsbət ion olacaq. Yəni belə dedi, elektron sayı çox olanda, məsələn 10 elektron, 9 proton varsa, bir dənə mənfi yük çox olduğundan bir mənfi yüklü ion əmələ gətirəcək. Və yaxud da məsələn 8 proton, 6 elektron olmuş olsa, deməli proton sayı elektron sayının 2-dən çox olduğu üçün 2 müsbət ion əmələ gətirəcək. İndi gəlin baxaq, burada X, Y və Z elementləri göstərilib. Hər bir elementin elektron sayı və proton sayı. Elektron sayı burada, proton sayı isə burada verilib. X elementindən başlayaq. Görürük ki, proton sayı A-2-dir, elektron sayısı A-ya bərabərdir. Deməli, misal üçün tutaq ki, A-ya 10 ədədi, 10 qiyməti versək, 10-dan 2 çıxanda bu eləyir 8. Proton sayı elektron sayıdan daha azdır. Deməli, bu nədir? Mənfi yüklü iondur. Yükün də özü burada çıxma ilə göstərilir. Mənfi, yəni A-2 şəklində göstərilir. Deməli, mənfi 2 ionu olacaq. X mənfi 2 ionudur. Burada məsəl üçün yazıb ki, X aniondur, mənfi 1-dir. Xeyr, A bəndi getdi, yanlış. Keçirik indi Y elementinə baxırıq. Y A sayda elektronu var, proton sayısı A üstəgəl 1-dir. Deməli, proton sayısı çoxdursa müsbət yüklüdür və müsbət 1 yükü olacaq. Deməli, B bəndi doğrudur, çünki deyir ki, kationdur və müsbət 1 yüklüdür. Bu doğrudur. Digər hissələrə də baxaq. Məsələn, Z elementində A üstəgəl 3 elektron sayıdır, A üstəgəl 6 proton sayıdır. Deməli, proton sayı elektron sayından çoxdur. O halda bu müsbət 3 yüklüdür. Amma bu nə deməkdir? Kation, müsbət yüklü ionlara kation deyilir, mənfi yüklü ionlara anion deyilir. Biz baxıb görürük ki, Z-də yerin tərs salıb. Misal üçün, mənfi 3 yük təbii ki, yanlışdır, C bəndi yanlışdır. Amma D bəndi əslində müsbət 3 yük olmağın düz deyir. Sadəcə anion olmağın səhv deyir. Müsbət 3 kation yazmalıydı. Bəzən uşaqlar burada məntiqi səhvə yol verib, D bəndini götürənlər olub. Ona görə də burada D bəndi deyil. B bəndinə uyğun gəlir. Kation nəymiş? Müsbət yüklü. Anion nəymiş? Mənfi yüklü. Burada anion deyil, digər yanına müsbət yük göstərsə, deməli bu D bəndi də yanlışdır. 7-ci sualda deyilir metanın yanma reaksiyasının söz tənliyini müəyyən edin. Ümumiyyətlə metan nədir? Evimizə gələn təbii qaz, metan, əsas tərkib hissəsi metandır. Metanın formulası CH4-dür. CH4-ün yanması, yanma reaksiyası bəs nə deməkdir? Yanma oksigenlə birləşmə reaksiyasıdır. Yəni CH4 oksigenlə birləşir. Bu da üzvü maddədir. İstənilən üzvü maddədə yananda mütləq karbon qazı, su, ola bilsin ki, digər maddələr də alınsın. Amma minimum karbon qazı ilə su olur. O halda CO2 karbon qazıdır, su da H2O-dur. Formula əmsallaşmamış şəkildə reaksiyanın quruluşu bu cürdür. İndi bunun deyir söz tənliyini yazın. Söz tənliyi deyəndə bu metandır, bu oksigendir, bu karbon qazıdır, bu da sudur. Amma A bəndində deyib metandan karbon qazı üstünə gəlmək, bu yanlışdır. Metanın üstünə su gəlmək yanlışdır. Metanın üstünə oksigen gəlmək, bəli, bu doğrudur. Yanma nədir? Lap metan olmasın, benzin olsun. Benzin üstü oksigen. Nə bilim, etan olsun, etan üstü oksigen. Yəni, yanma reaksiyasında həmişə oksigen olur. Oksigenlə reaksiya olur. Deməli, indi digər tərəfdən məhsul tərəfə baxaq. Karbon qazı su. Bəli, C bəndi doğrudur. Amma karbon qazı hidrogen, bu yanlışdır. Çünki yanma reaksiyasında hidrogen yox, su alınır, H2O alınır. Deməli, doğru cavab 7-ci sualda C bəndidir. 8-ci sualda deyilir, şəkər molekulunda olan atomları etil spirti molekulunda olan atomlar ilə topladıqda karbon, hidrogen, oksigen atom saylarının nisbətini hesablayın. Əvvəlcə formulanı yazaq. Şəkərin formulası C12, H22, O11 idi. Etil spirtinin formulası isə C2, H5, OH idi. Sadə olsun deyə, yəni hesablamada çaşdırmamaq üçün bu H-ı gətirək bura, oldu C2H6O. Bu şəkildə də yaza bilərik. İndi bunları toplayaq. Görürük ki, 11 oksigen 1 oksigenlə neçə oksigen eləyir? 12 oksigen. 22 hidrogen 6 hidrogenlə neçə hidrogen eləyir? 28 hidrogen.
12 karbon 2 karbonla neçə karbon eləyir? 14 karbon. İndi bunların say nisbətini görürük ki, birinci karbon, sonra hidrogen, sonra oksigen nisbət şəklində göstərməliyik. Bunların arasında yəni bölmə işarəsi qoyuruq. Sonra ixtisar aparırıq. Hamısı ixtisar gedir 2-yə. 14-ü 2-yə ixtisar eləyəndə 7, 28-i 2-yə ixtisar eləyəndə 14, 12-ni 2-yə ixtisar eləyəndə 6. 7, 14, 6 şəklində. Bu da uyğun gəlir C bəndinə. Keçid alırıq 9-cu suala. 9-cu sualda deyilir, təsvir edilən qurğu hansı məqsəd üçün istifadə olunur? Görürük ki, bu qurğu distillə qurğusudur və sadə distillə qurğusudur. Niyə görə? Çünki fraksiyalı distillə qurğusunda bax bu hissədə şüşə kürəciklər olmalı idi. Xırda-xırda şüşə kürəciklər olur ki, daha aşağı temperaturda qaynayan getsin və bu hissədən daha yuxarı temperaturda qaynayan isə o şüşə kürəcikdən geri qayıtsın. Nəysə, bu sadə distillə qurğusudur və indi altdakı bəndlərdən görək hansı məqsəd üçün istifadə olunur. Birincisi, duzlu sudan duzun təmiz ayrılması üçün. Xeyr, əgər bizə duzu ayırmaq lazımdırsa, buxarlandırma üsulundan istifadə edirik. Buxarlandırma zamanı, məsələn, tutaq ki, hər hansı bir qabın içində duzlu su var. Aşağısında spirt lampası qoyub buxarlandırsaq, su tamamilə buxarlanıb gedəcək, yerdə qalacaq duz və duz təmiz ayıracaq. Onun üçün distillə qurğusuna ehtiyac yoxdur. Deməli, A bəndi deyil. B bəndi duzlu sudan suyun təmiz ayrılması üçün, bəli, B bəndinə uyğun gəlir. Hansı ki, su bu biri kolbaya toplanır, təmiz halda buna deyirlər distillə edilmiş su, yəni 100% sudan, H2O-dan ibarət olur və bunun üçün istifadə olunur. Yerdə qalan etil spirtinə su, bu da yanlış variantlardır. Çünki bu fraksiyalı distillə qurğusu deyil. Əgər burada şüşə kürəciyi olmuş olsaydı, onda etil spirti suyu ayıra bilərdik. Deməli, doğru cavab B bəndidir. 10-cu suala baxırıq. Verilmiş atom modellərinə əsasən doğru olan ifadəni müəyyən edin. Görürük ki, sol tərəfdə 6 proton, 6 neytron, sağ tərəfdə 6 proton, 8 neytron var. İndi aşağıdakı bəndlərə baxıb görürük ki, verilmiş modellə 2 fərqli kimyəvi elementlərə aiddir. Xeyr, bu yanlışdır. Niyə görə? Çünki ikisində də 6 proton var. Deməli, ikisi də eyni elementdir. Elementin hansı olduğu müəyyən edən proton sayıdır, neytron sayı deyil. İkisi də bunlar karbon elementidir. İkisində 6 protonu var. A bəndi deyil. Proton sayı yəni eyni olanda eyni element olur. Fərqli element olmaz. Keçir B bəndində. Birinci atomun kütlə ədədi ikinci atomun kütlə ədədinə bərabərdir. Xeyr, niyə görə? Çünki əgər neytron sayı fərqlənirsə, kütlə ədədi fərqlənəcək. Kütlə necə hesablanırdı? A bərabərdir P üstəgəl N düsturu ilə. Burada görürük ki, 6 proton, 6 neytron, deməli kütləsi 12. Burada da 6 proton, 8 neytron, yəni kütlə ədədi olacaq 14. 14 nə olacaq? 12-dən böyük olacaq. Deməli, tərsinə ikinci atom birinci atomdan böyükdür. Amma burada deyir, birinci atom kütlə ədədi ikinci atom kütlə ədədinə bərabərdir. Bunlar bərabər deyil. B variantı da getdi. Keçək C bəndinə. Hər iki atom neytron sayı fərqli olduğu üçün onların nüvə yükü də fərqlidir. Xeyr, nüvə yükün proton sayı müəyyən edilir. Bunun da müsbət 6 yükü var, bunun da müsbət 6. Çünki bunda da 6 protondur, bunda da 6 protondur. Deməli, C bəndi də yanlışdır. Verilmiş modellər eyni kimyəvi elementlərə aiddir. Bu hissəsi doğru. Çünki nüvələrində proton sayı eynidir. Bəli, hər ikisində 6 proton olduğuna görə bu doğrudur. Deməli, 10-cu sualın cavabı D bəndinə uyğun gəlir. Keçirik 11-ci suala. Cədvəl tipli sualdır. İyonlar verib 2 dənə iyon göstərir. Proton sayı, elektron sayı. Bu tip suallarda etməli olduğumuz şey məlum olan tərəfdən, yəni məchulun olmadığı tərəfdən başlamaqdır. Burada da məlum olan tərəf nədir? A elementinin proton sayıdır. A elementin proton sayı 13-ə bərabərdir. Deməli, A elementi 13-cü elementdir. İndi biz bunun elektron sayını tapa bilərik. Bəli, çünki axı bu da 3 müsbət iyonu göstərilib. Deməli, 3 müsbət iyondursa, bunun 10 elektronu var. Çünki müsbət iyon nə deməkdir? Katyon. Katyonun elektron sayı proton sayından kiçik olur. Bunu düsturla hesablamaq istəsək, belə hesablaya bilərik. Yük bərabərdir. Yük bərabər. Konspektdə də vermişdim. Orada da var. Proton çıxılsın elektron. Bu şəkildə yaza bilərik. İndi burada da yük neçədir? 3 müsbət. Elə 3 yazaq. Deməli, proton sayı neçədir? 13. Deməli, elektron sayı neçə olacaq? X. X də bərabər olacaq.
Deməli x 10-dur ki, 13-dən 10 çıxanda 3 eləyib. Deməli elektron sayı qısacası neçədir? 10-dur. Bu düsturu yadda saxlaya bilərsiniz. Həmişə bu tip suallarda istifadə etmək üçün. Elektron sayı 10-a bərabərdir. Yaxşı, indi burada x çıx 5 yazılıb elektron sayı üçün. Deməli x sözü neçədir? Bunlar hamısı sadə tənliklərdir. X də 15-ə bərabərdir. Necə tapırıq? Deməli x bərabərdir. Bu azalan, çıxılan fərq. Fərqlə çıxılanı toplayırıq və azalanı tapırıq. Bu da eləyir 15. Deməli x neçəyə bərabərmiş? 15 x-i tapdıq. İndi ondan aşağıya keçirik. X 15-dirsə, bəs x üstə 3 neçədir? 15 üstə 3 18-dir. Deməli aşağıdakı elementin elektron sayı 18-dir. Bəs bunun proton sayı nə qədər olacaq? Proton sayı y-dir. Y-i də tapmaq üçün keçid alırıq B elementi, görürük ki, mənfi yüklü iyondur. Yəni, indi yenə təzədən bu düsturdan istifadə edirik. Rəngi dəyişək burada. Bu düsturdan təkrar istifadə edirik. Yük bərabərdir P çıx E. Yaxşı, elektron sayı indi bilirik 18-dir. Proton sayı bilmirik y-dir. Deməli, yükü bilirəm mənfi. Burada tək mənfi olanda o deməkdir ki, bu mənfi 1-dir. Onda burada yazın mənfi 1. Deməli, y-dən 18 çıxanda mənfi 1 elifsə, deməli, y bərabərdir 17. 17-dən 18-i çıxıb, mənfi 1-ə bərabər olub. Deməli, y neçəyə bərabər imiş? 17-yə. Doğru cavab A bəndinə uyğun gəlir. 13-cü suala baxırıq. A qabında olan duzlu su qızdırılır. Qurğuda gedən proses üçün hansı ifadə doğru deyil? Yəni, bax, bu qabda olan duzlu su bunun içində var. Duzlu suyu qızdırırlar, buxarlanır. Buxarlanır, bu boru ilə keçir bu tərəfə. Burada da buzlu su o deməkdir ki, yəni buzlu su, soyuq su deməkdir. Yəni, bu da kondensləşməsinə səbəb olur, nəticədə maye halında yığılır. İndi variantlara bir-bir baxaq, görək hansı yanlışdır. B qabına saf su dolur. Bəli, buradan duzlu su buxarlananda bura saf su dolacaq. A doğrudur. Bizdən yanlışı, doğru deyili soruşur. Buzlu suyun məqsədi su buxarını kondensləşdirməkdir. Bəli, buzlu su burada neyinir? Suyu soyudur və ona görə də kondensləşir. Nəticədə burada maye su toplanır. Kondensləşməsəydi buxar halında bu qabdan çıxıb gedərdi. Əslində bir qismi yenə gedir, yəni bir qismini kondensləşdirir. Bu da doğrudur. Qurğuda həm buxarlanma, həm də kondensləşmə baş verir. Bəli, bu hissədə buxarlanma, bu hissədə kondensləşmə baş verir. Bu da doğru. Deyir ki, proses başa çatdıqdan sonra A qabında heç bir maddə qalmaz. Bax, bu yanlışdır. Bunu seçirik. Bizə də doğru deyili soruşurdu. Niyə yanlışdır? Proses başa çatanda, yəni bütün suyu buradan buxarlandırsaq, qabın dibində duz qalacaq. Bax, bu hissədə yenə duz buxarlanmaz ki buradan. Ona görə də duz qalacaq. A qabında heç bir maddə qalmaq variantı yanlışdır. Deməli, 12D bəndidir. Keçid alırıq 13-cü suallara. İfadələri Euler-Venn diaqramı üzrə ayırın. Kimyəvi birləşmə qarışıq. Deməli, fiziki üsulla tərkib hissələrinə ayrılır. Bu qarışıqlara aiddir. Fiziki üsul nə deməkdir? Yəni, ayırma üsulları, hansı ki, buxarlandırmadır, sonra kondensləşdirmədir, süzmədir və s. Bunlar qarışıq ayırmaq olar. Kimyəvi birləşməni bu üsullarla ayırmaq olmaz. Keçək B bəndindən. Tərkibi kimyəvi formulla ifadə olunur. Kimyəvi formula ifadə olunan kimyəvi birləşmədir. Misal üçün, kimyəvi birləşmə ta ki, su, H2O formulası var. Amma qarışıq olan havanın formulası yoxdur. Çünki havanın tərkibində azot var, oksigen var, su buxarı var və s. Bunu vahid formula biz tətbiq edə bilmərik. Deməli, formul nədə olur ancaq kimyəvi birləşmədə? B 1-ə aiddir. C. Tərkibində ən azı 2 müxtəlif atom olur. Hər ikisində ən azı 2 müxtəlif atom olur. Kimyəvi birləşmədə də ən azı 2 müxtəlif atom olur. Qarışıqda da tutaq ki, məsələn, havada azot və oksigen 2 müxtəlif atomdan ibarət olan qazlardır. Deməli, biz burada B-ni hər ikisinə göstəririk. Daha doğrusu burada yanlış yazdıq. C-ni, mən texniki səhv oldu. C-ni hər ikisinə göstərir. Tərkibində ən azı 2 müxtəlif atom olur. C bəndin hər ikisinə qoyuruq. Əslində, burada məntiqi bir problem var. Ən azı 2 müxtəlif atom olması olmaya da bilər. Misal üçün, oksigen qazı ilə ozon qazını tutaq ki, qarışdırırıq, qaz qarışığı əmələ gətiririk. Eyni tip görürsünüz, atom var. Yəni, 2 müxtəlif atom olması əslində vacib deyil. Amma sualın şərtində bu nəzərdə tutulmadığı üçün C-ni biz bura qoyuruq. Sadəcə məntiqlə baxanda belə də olar da. Məsəl üçün, 2 fərqli maddədir, bunun qarışığıdır, 2 fərqli qazdır, amma eyni tip atomları var. Deməli,
İndi biz belə sualın şərtinə görə C-ni bura qoyduq. Sadəcə bunu əlavə olaraq dedim sizə. D bəndi əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini saxlayır. Deməli, öz xassələrini saxlayan qarışıqdır. Misal üçün, havada dedi azot var, oksigen var. Öz xassələrini saxlayır bunlar. Azotda öz ayrı xassəsi var, oksigenin də öz ayrıca xassələri var. Deməli, D bəndi qarışığa aiddir. E bəndi əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini itirir. Bəli, məsələn, kimyəvi birləşmədə tutaq ki, hidrogen qaz halında olan yanıcı bir maddədir. Oksigen qaz halında olan maddədir. Bunlar kimyəvi birləşməyə suyu əmələ gətirdi. Artıq su nədir? Maye halında olan şəffaf bir maddədir. Deməli, birləşmə əmələ gətirdikdə öz xassəsini nə edəcək? İtirəcək. E bəndini də biz kimyəvi birləşməyə yazırıq. Qısacası 1-ə BE, 2-yə C, 3-ə də AD. A bəndinə uyğun gəlir. Niyə görə mən dedim C-ni biz bura yazırıq? Çünki C-ni biz bura yazmasaq, məsələn, götürüb kimyəvi birləşmə hissəsini yazsa, bura boş qalacaq. Bu da ola bilməz. Yəni, məntiqlə belə hesab olunur ki, C bəndi bura aiddir. Amma digər yanına mühakimə eləsək, tərkibində ən az 2 müxtəlif atom olur. Qarışığı bu kimyəvi birləşmədə götürmək olar. Amma qarışıq hissəsində yenə də, məsələn, tutaq ki, 2 fərqli qazdan eyni maddənin 2 fərqli qazı, bayaq misal göstərmişdi, oksigen və ozon qazını qarışdırdı, qarışıq əmələ gətirdik. Onda burada nə oldu? 2 fərqli element olmadı. Eyni, deməli, nə oldu? Eyni element oldu, amma fərqli maddələrin qarışığı oldu. Keçirik, bu biraz rəsmi oxşadı, ona görə məni çaşdırdı. Keçirik 14-cü suala. 14-cü sualda deyilir, müəyyən temperaturda 18 qram xörək duzu 50 ml suda tam həll olaraq doymuş məhlul əmələ gətirir. Buna əsasən həmin temperaturda verilmiş məhlullardan doymuş olanları müəyyən edin. Deməli, 50 ml-də 18 qram həll olursa, indi 200 ml-də nə qədər həll olmalıdır? Biz bunu tənasüb şəklində də eləyə bilərik və yaxud da məntiqlə də tapa bilərik. Əvvəlcə tənasübü, yəni düzgün qaydasını deyək. Tənasübü belə tərtib edirik. 50 qramda 18 həll olur. 200-də nə qədər həll olar? X. X də bərabərdir. Məlum olan tərəfləri vururuq. Yəni 200-ü vururuq 18-ə və məhsulun qarşısındakı ədədə, yəni 50-yə bölürük. Və bu şəkildə çarpaz vururuq da tənasübün qaydasını bilirsiniz. Deməli, sonra ixtisar aparır. 50 ilə 200-ü ixtisar aparır. 4, 4-ü 18-ə 72. Deməli, 200 ml-də 72 qram həll ola bilər. Burada da yazıb ki, 72 qram həll olub. Deməli, bu nədir? Doymuş məhluldur. 1-ə plus. Və yaxud da digər formada asan hesablamaq üçün, bu sadəcə mən qaydasını dedim, bu cürdə hesablayarsınız. Amma burada rahat bilirəm ki, 250-nin 4 qatıdır. Deməli, 18-in 4 qatı 72 qram həll olmalıdır. Və yaxud da aşağıda 100 ml 50-nin 2 qatıdır. Deməli, 18-in 2 qatı 36 qram həll olmalıdır. Amma 28 həll olub. Deməli, bu doymamışdır. Çünki hələ 8 qram da həll ola bilər. Sonra 150-50-nin 3 qatıdır. Deməli, 18 üçün 54 qram həll ola bilər. 54 qram da həll olub. Onda biz burada 3-ü də götürürük doymuş məhlul kimi. Deməli, 1 ilə 3 doymuş məhluldur. Bu da D bəndinə uyğun gəlir. 15-ci sualda deyilir, metal kürənin halqadan keçib keçmədiyi yoxlanılır. Yəni, birincidə yoxlanma prosesi. Burada yazır, birincidə hələ yoxlama prosesi gedir. Yoxlama. Sonra ikincidə isə sonra bu kürə bir müddət qızdırılır və ehtiyatla yenidən yoxlanılır. Qızandan sonra indi yoxlanılır. İkinci halda da qızandan sonra. Sonra bu zaman şəkildəki mənzərələr yarandı. İndi deyir, doğru ifadələri müəyyən edin. Buradakı məntiq nəyə əsaslanır? Biz bilirik ki, metallar qızdırılan zaman genişlənir. Hətta təbiət fənnindən, yəni kimyadan əvvəl də bunu öyrənmişdiniz. Məsələn, qəpik təcrübəsi vardı. 2 mismar, belə deyək də, mıx vurulur və qəpik qoyulur. Qızdırandan sonra ora qoyanda artıq ora yerləşmir və onu əyir. Ümumiyyətlə, metallar bilir ki, qızdıqca nə olacaq? Genişlənəcək. İndi biz buna əsaslanaraq uyğunlaşdırmalıyıq. Hansı şəkil hansına uyğundur? Bəzən uşaq çaşı evli 1-ə A-nı deyir, 2-yə B-ni. Xeyr, bu tərsinə də ola bilər. Yəni, sıralamanın bu işə aidiyyəti yoxdur. Deməli, birinci dəfə keçməlidir. İkinci dəfə qızandan sonra böyüməlidir ki, oradan keçməsin.
Biz yenə nə dedik? Bir daha xatırlayaq. Qızdırdıqca metalın həcmi böyüyür. Deməli, metalın həcmi böyüyəndə ilişib qalacaq burada. Amma soyuq vəziyyətdə daha kiçik həcmdə olduğu üçün bu halqadan rahat keçəcək. Deməli, birinci dəfə soyuq halda yoxlayanda, deməli B bəndinə uyğun imiş. İkinci dəfə qızdırıb yoxlayanda, deməli A bəndinə uyğun imiş. Yəni 1-ə B, 2-yə A uyğun gəlir. Qızdıranda keçə bilmir. Soyuq halda keçə bilir. İndi bu məntiqi başa düşəndən sonra aşağıdakıların hansı doğru, hansı yanlış olduğunu biləcəyik. Deməli, deyir ki, B birinci halına uyğundur. Bəli, 1-ə B yazmışdıq. Bunu plus. B ikinci halına uyğundur. Yanlış. A-nın B-yə qızdırılma zamanı baş verir. A-dan B-yə qızdırma xeyr. Qızdırandan sonra buradan keçməz ki, tərsinə olacaq. A, B-yə soyudulma zamanı baş verir. Bəli, bu düzgündür. Niyə görə? A bəndində bu kürəni soyutsaq, həcmi kiçiləcək, ondan sonra buradan keçə biləcək. Yəni, 4-də doğrudur. 2 ilə 3 yanlışdır. A, B-yə bir daha deyək, bu kürə, məsələn, tutaq ki, həcmi, tutaq ki, bunun diametri olsun, misal üçün deyək, 10 sm. Bunun soyudanda olur 9 sm, daha kiçik kürə olur. Misal üçün deyir, bu halqadan keçə bilir. Deməli, bunu soyudan zaman, A-nı B-yə soyudulma zamanı bu baş verə bilər. A, B-yə soyudulma zamanı baş verə bilər. 1-4 doğrudur. Yəni, doğru variant D bəndidir. 16-cı suala baxırıq. Hansı maddənin adları doğru verilib? Maddələrin adları. Deməli, CO əslində dəm qazıdır, karbon qazı deyil. Karbon qazı CO2-dir. Yəni, uşaq burada çalışır, burada 2 olsaydı karbon qazı olardı. Bu CO tək halda olanda karbon monoksid, yəni dəm qazıdır. Deməli, 1 yanlışdır. 2. Asetonun formulası doğru verilib. 3. Naşatır spirtinin formulası doğru verilib. 4. Kalium xlorid yox. Bu kalsiumdur. Kaliumun formulası K şəklindədir. Kalsiumda isə Ca ilə yazılır. Yəni, bu kalium xlorid yox, kalsium xloriddir. Deməli, bu da yanlışdır. Bizdən də doğru olanları soruşur. 2-3 B bəndinə uyğun gəlir. 17-ci suala baxırıq. A, B, C, D-nin süzgəc kağızı üzərində xromatoqrafiya nəticələri təsvir edilmişdir. Cədvəlin hansı sətrinə işarələr doğru yazılıb? Əvvəlcə baxırıq A bəndinə. A qarşığı B və D-nin qarşığıdır. A qarşığı bax budur. B ilə D-də xeyr, uyğun gəlməz. Çünki nə B-də, nə D-də bu aşağıdakı xətt yoxdur. Bax, bu hissə yoxdur. Nə B-də, nə D-də. Bunları qarışdırsam, bu var. Hər ikisində bu da var, amma bu hissə olmadığına görə uyğun gəlməyəcək. Yəni, bunları silək bir dəqiqə. Yəni, A bəndi, buradakı A bəndi yanlışdır. A-nın üstünə X. Keçək B bəndi. D qarşığı B və C-nin qarşığıdır. D qarşığında 2 maddə var. B və C-nin qarşığı. B budur, C də budur. Bəli, B ilə C-ni, bax bu B ilə C-ni qarışdırsaq, bu maddə ilə bu maddə qarışacaq, ikisi D maddəsini əmələ gətirəcək. Deməli, bu doğrudur. B saf maddədir. Bəli, tərkibində görürük ki, ancaq bir dənə, qoy bunu lap silək, rahat görəsiz. B-ni görürük ki, tərkibində ancaq bir dənə maddə var. O da bu maddədir. Amma A məsələn qarışıqdır, C qarışıqdır, D qarışıqdır. Ona görə də B saf maddədir. Uşaqlar, burada diqqətsizlik indi gözümə sataşdı. Diqqətsizlik eləmişik. Bir də baxaq buna. B ilə C-nin qarşılığı yox. Bu altda da bir maddə var. Ona görə B yanlışdır. Bu hissədə də maddə var. Təkrar bir də sualın özünə baxaq. Deməli, A qarşığı B və D-nin qarşığıdır. Xeyr, bu yanlışdır. D qarşığı, bu D qarşığı. B və C-nin qarşığıdır. B, C. C-də əlavə bu da var axı. Bu olduğu üçün xeyr, bu A maddəsini əmələ gətirər, D-ni yox. Yəni, bu hissəni görməmişdik. Bir dəqiqə. Yəni, gözümə sataşmamışdı bu hissə. Ona görə də bayaq yanlış götürdük. Xeyr, B bəndi də yanlışdır. Doğru bənd bir dənə C bəndidir ki, B saf maddədir. Çünki tərkibində bir element var. Yəni, bir komponent var daha doğrusu. Yalnız C, B bəndinə uyğun gələcək. 17-ci sualın cavabı B bəndidir.
Sonra keçək 18-ci suala. 18-ci sual süxurlar haqqında olan sualdır. Deyir ki, X süxuru yer səthindəki Y süxurun külək və yağış suları ilə parçalanması, düzənlik ərazilərə daşınması və tədricən bitki və heyvan qalığı ilə qarışmasına əmələ gəlir. Deməli, Y süxuru nə imiş? Maqmatik imiş. O parçalanır, dağılır, çevrilir, olur X süxuru. Deməli, X də nə imiş? Çökmə süxuru imiş. Son olaraq deyir ki, X və Y süxurları isə tədricən Z əmələ gəlir. Məsələn, tutaq ki, yerin dərin qatlarında istiliyə, təzyiqə məruz qalaraq. Bu da nəyə uyğun gəlir? Deməli, Z də metamorfikdir. O halda maqmatikə uyğun gələn, deməli, hansı bir-birində bunları düzgün formada qeyd edək. Maqmatik birincidir. Çökmə ikincidir, metamorfik üçüncüdür. Maqmatik birincidir. Çökmə ikincidir, metamorfik də üçüncüdür. O halda X birincidir, Y, daha doğrusu tərsinə, Y birincidir, Y birinci, X ikinci, Z də üçüncü, yəni A variantına uyğun gələcək. Bir daha baha yoxlayaq, bir neçə dəfə bu müqayisəni apardıq. Deməli, X nədir? Çökmə süxur. Çökmə süxur uyğun gəldi ikinciyə. Sonra Y maqmatik süxurdur. Maqmatik süxur birinci uyğun gəldi. Z də metamorfik süxurdur, yəni 3, üçüncüyə uyğun gəldi. Bəli, doğru cavab A bəndidir. 18-də A. 19-cu suala baxırıq. Verilmiş proseslər üçün doğru ifadələri müəyyən edin. Deməli, birinci və ikinci görürük ki, birincidə 2 boz atomdan ibarət molekul var. Bir də 2 qırmızı atomdan ibarət molekul var. Bunları qarışdırıb, yenə də qırmızı molekul, boz molekul öz yerində qalıb. Yeni bir şey əmələ gəlməyib. Sadəcə bunlar qarışıb. Deməli, bu nədir? Birinci nədir? Qarışıqdır. Keçək indi ikincisinə baxırıq. İkincisinə baxanda görürük ki, yenə həmin maddələr boz və qırmızı atomlardan ibarət 2 elementli maddələr. Bunlara binar kimyəvi birləşmələr deyilir. Binar, yəni 2 elementli. Və deməli, bunlar birləşiblər, yəni reaksiya gedib. Reaksiya gedib, bir qırmızı atom görürsünüz parçalanıb, qırmızı molekul parçalanıb, bir qırmızı atom 2 boz atomdan birləşib, birləşmə əmələ gətirir. Məsələn, bu olsun tutaq ki, hidrogen, bu olsun oksigen. Deməli, oksigen ortada, hidrogen sağda və solda. Bu şəkildə də görürsünüz 3 atomlu birləşmə əmələ gətirib. Yəni, yeni bir şey əmələ gəlib. Biz təbiətdən də bunu bilirik ki, əgər yeni bir maddə əmələ gəlsə, bu kimyəvi hadisədir və əmələ gələndə kimyəvi birləşmədir. Deməli, bu nədir? Kimyəvi birləşmə. Amma birincidə isə yeni heç bir maddə əmələ gəlmir. Maddə həmin maddədə qalıb yerində. Boz və qırmızı molekulalar, yenə boz, qırmızı molekulalar qalıb yerində. Deməli, bu qarışıqdır. İndi bir-bir yerinə qoyaq. Birinci proses kimyəvi hadisəni ifadə edir. Xeyr, bir düzgün deyil. İkinci proses kimyəvi hadisəni ifadə edir. Bəli, bu doğrudur. Bu doğrudur, buna plus qoyuruq. Çünki kimyəvi hadisə nəticəsində yeni birləşmə əmələ gəlsə, deməli kimyəvi hadisə baş verir. İkinci proses fiziki hadisəni ifadə edir, bu yanlış. Birinci prosesdə başlanğıc molekulları istənilən nisbətə götürmək olar. Bəli, istəyirsən bundan 100 dənə molekul götür, bundan 2 dənə götür. Və yaxud da bundan 500 dənə götür, bundan nə bilim 1500 dənə götür. İstənilən nisbətə götürmək olar. Deməli, buna da doğrudur. Birinci prosesdə başlanğıc molekullarını istənilən nisbətdə götürmək olar. İkinci prosesdə başlanğıc maddələr öz xassələrini itirir. Bəli, bu da doğrudur. Hidrogen qaz halında olan maddədir. Oksigen qaz halında olan maddədir. Su isə əmələ gələn, məsələn, su maye halında olan maddədir. İndi bunu nümunə üçün göstərdik. Burada da bunun üzərində tutaq ki, bu heç H2O2 deyil. Və bu boz rəngli ayrıca bir 2 atomlu molekuldur. Bu qırmızı göstərilən 2 atomlu molekuldur. Amma burada 3 atomlu molekullardır. Artıq yeni bir maddədir. Deməli, öz xassəsini itirib burada həmin o maddələr. Ona görə də bu da doğrudur. Hər iki proses zamanı yeni maddə əmələ gəlir. Xeyr, yanlışdır. Birinci prosesdə yox, ikinci prosesdə yeni maddə əmələ gəlir. Deməli, bu da yanlışdır. Doğru bəndlər hansı oldu? 2, 4, 5. Yəni, A variantına uyğun gəlir. 20-ci suala baxırıq. Xlor 35 və
xlor 37 izotopların təbiətdə say nisbəti uyğun olaraq 2-nin 3-ə nisbətində olardısa, bu izotopların orta kütlə ədədi neçə olardı? Bunu təsəvvür etmək üçün deyir. İndi bunun hesablanma düsturu var. Əslində bunun hesablanma düsturu əvvəlki dərsliklərdə daha ətraflı verilmişdi. Mən bu düsturu izah edeyim. Ümumiyyətlə, A orta, yəni orta molekul kütləsi, A atomun tutaq ki, 2 dənə izotopu var. Məsəl üçün, X izotopu ilə Y izotopu götürürəm şərti. Məsələn, bir 35-37 kütləli. Bundan neçə faiz yayılıb? Bundan neçə faiz yayılıb, məsəl üçün. Sonra onları toplayırdıq, ümumi faizə, 100%-ə bölürdük. Təqribən belə bir düstur idi. İndi bunu biz praktik istifadə eləyək bu sualın üzərində. Deməli, 35 izotopundan 2 nisbət var. 37 izotopundan 3 nisbət var. Çünki deyir, uyğun olaraq da bu 35-ə 2 düşür, 37-yə 3 düşür. Bunları toplayırıq, bölürük. 2 ilə 3-ü də toplayanda edir 5. Yəni nisbətlərin sayı 2 ilə 3-ü toplayırıq, 5 edir. Deməli, indi hesablayaq 70, 37-ni də 3-ə vurarıq. 3 üçün 9, 7 üçün 21, 111. Bunları da toplayırıq, 181. 181-i də indi bölək 5-ə. Bu zaman eləyəcək 36,2. Yəni, A variantına uyğun gələcək. 21-ci suala baxırıq. Kükürt dozundan bir miqdar sınaq şüşəsinə töküb aşağı hissəsini qızdırırlar və ərimiş kükürdü qaynamağa başladıqda içərisində soyuq su olan stəkana əlavə edirlər. Sonra bu maddəni sudan ayırıb açıq havada bir müddət saxlayırlar. Yadınızdadırsa, allotropiya dərsində bunu keçmişdik. Deməli, birinci halda və ikinci halda deyir, hansı ifadələr doğrudur? Birinci halda plastik kükürt kristallik kükürdə çevrilir. Bəli, plastik kükürdü neyinib? Qızdırır və qaynadıqda onu götürür, soyuq su olan stəkana əlavə edir. Bəli, plastik kükürd neyinib? Kristallik kükürdə çevrilir. Bu doğrudur. Sonra ikinci halda plastik kükürd kristallik kükürdə çevrilir. Baxıb görək ikinci hal nədir? Sonra bu maddəni sudan ayırıb açıq havada bir müddət saxlayırlar. Əksinə açıq havada qaldıqca tədricən qayıdır, təzədən plastik kükürd kristallik kükürdə çevrilir. Üzr istəyirəm, burada düzgün yerə qoymadıq pilusu. İkinciyə pilus. Birinci halda kristallik kükürddür, kristallik kükürd. Çevrilir olur o plastik kükürd. İkinci halda isə plastik kükürdür, çevrilir olur kristallik kükürd. Deməli, birinci halda plastikdən kristallikə bu yanlışdır. İkinci halda plastikdən kristallikə bu doğrudur, 2-yə doğru. Sonra üçüncü, birinci halda kövrək maddə alınır. Xeyr, birinci halda plastik maddə alınır, kövrək olan kristallikdir. Birinci daxı plastik kükürd alınmışdı. Plastik kükürd də nədir? Plastik xassəlidir. Ona görə bu da yanlışdır. 4. İkinci halda molekulu 8 kükürd atomundan ibarət maddə alınır. Bəli, ikinci hal nədir? Kristallik kükürdün əmələ gəlməsidir. Kristallik kükürdün formulası S8-dir. Ona görə də bu da doğrudur. Birinci halda sarı rəngli maddə alınır. Əksinə, ikinci halda sarı rəngli maddə alınır. Birinci halda isə qonur rəngli. Çünki plastik kükürd qonur rənglidir, kristallik kükürd isə sarı rənglidir. Deməli, doğru cavab burada 2 ilə 4. Yəni, yalnız 2, 4 C variantına uyğun gəlir. 22-ci suala baxırıq. İçərisində eyni həcmdə su olan stəkanlardan eyni temperaturda birincisinə M qram X mayəsi, ikincisinə isə M qram Y5 maddəsi əlavə edilir. Bir müddət sonra stəkanlarda olan görüntü şəkildəki kimi olur. Buna əsasən doğru ifadəni müəyyən edin. Görürük ki, bu birinci şəkildə eyni cinsli qarşıdır. Çünki bunun tərkibində heç bir şeyi biz ayırt edə bilmirik. Deməli, bunda eyni cinsli qarşıq əmələ gəlib. Amma ikincisində isə baxıb görürük ki, bu yəqin ki, böyük ehtimalla metaldır. Bu bərk maddə bunu atıb içərisinə və başlayıb buradan qaz qabarcıqları çıxmağa. Hansı ki, yadınızdadırsa bunu məktəbdə təcrübədən keçmişdik. Sink metalını atmışdıq xlor turşusuna və bu zaman qabarcıqlar ayrılmışdı. Ona bənzər bir reaksiya aparıb. Deməli, bu da nədir? Kimyəvi reaksiya. Kimyəvi reaksiyadır. İndi doğru olan ifadələri müəyyən etmək tələb olunur.
Baxıb görüb deyir ki, birinci qabda heterogen qarışıq əmələ gəlir. Xeyr, homogen qarışıq əmələ gəlir. Deməli birincisi yanlışdır. İkinci qabda kimyəvi hadisə baş verir. Bu doğrudur. Kimyəvi hadisə baş verir. Birinci qabda olan qarışığın kütləsi ikinci qabda olan qarışığın kütləsinə bərabərdir. Burada ikisində də eyni qədər su var. İkisinə də eyni qədər maddə əlavə edib. Çünki bu da m qramdır, bu da m qramdır. Bu da eyni həcmdədir, bu da eyni həcmdədir. Məsələnin şərtindən bunu görmək olar. Amma burada bir nüans var. Məsələ burasındadır ki, burada qaz qabarcıqlar ayrıldıqca nə olur? Kütlə azalmağa başlayır. Məsələn, tutaq ki, burada reaksiya gedir. Bu metalla bu su arasında hidrogen qazı ayrılır. Məsələn, düzdür, hidrogen qazının kütləsi azdır. Amma yenə də bu azalmağa başlayır da. Tutaq ki, lap 0,01 qram da olsa azalmağa başlayır. Biz də bunu artıq bərabər kimi götürə bilmərik. Yəni birinci qabda olan, bax bu qabın qarışığı, ikinci qabda olan qarışıqdan çoxdur. Bax bu ondan çoxdur. Bu isə daha azdır. Çünki buradan qabarcıq ayrılır və kütləsi azalır. Qabarcıq ayrıldıqca kütlə azalmağa başlayır. Deməli, yalnız 2 doğrudur. Demək olar ki, ən çox səhv edilən suallardan biri bu olub. Uşaqların bir çoxu da elə 3-ü də götürüb, məntiqlə düşünüblər ki, sular eyni, kütlələr eyni. Deməli, bunlar eyni olacaq. 2-3-ü götürənlər çox olub C bəndin, amma burada yalnız 2 variantıdır. Daha doğrusu, yəni B variantıdır. 23-cü suala baxırıq. Deyir ki, temperaturu verib və 100 ml-də həll olan şəkərin kütləsini göstərib. Deyir ki, müəyyən temperaturda 200 ml suya 595 qram şəkər əlavə olunur. Yəni, əlavə olunan şəkər nə qədərdir? 595 qram. Bu zaman doymuş məhlul alınır, bir qədər də şəkər qabın dibinə çökür. Bu qarışığa həmin temperaturda 50 ml su əlavə etdikdə homogen doymuş məhlul əmələ gəlir. Suyun temperaturunu müəyyən edin. Əvvəl su nə qədərmiş? 200 ml. Sonra nə qədər əlavə olunub? 250 ml. Nə qədər olub? 250 ml. 250 ml suda nə qədər şəkər var? 595 qram şəkər var. Və bu zaman doymuş məhlul əmələ gəlib. Onda 100 ml, axı burada 100-lə göstərib. 100 ml-də nə qədər olar? X. X də bərabərdir. 100-ü vurarıq 595-ə. 595 vurulsun 100. Bölünsün 250. Bu zaman sıfırları buradan çıxaq. Deməli, qalsın burada 5, burada 2, 595-i də bölək 5-ə. Bu da eləyəcək 119. 119-u da 2-yə vuranda eləyir 238. Deməli, 250 ml 595 qramdırsa, bunun 100 ml-də 238 qramdır. Deməli, nə qədər şəkəri həll edib? 238 qramı 40 dərəcə temperaturda 238 qram. Deməli 40 dərəcə temperatur imiş. 238 isə burada 40 dərəcəyə uyğun gəlir. C variantına doğru cavab C variantıdır. 24-cü suala baxırıq. Bu sualı bir neçə üsulla həll etmək olar. Mən daha belə deyək də asan üsul hansı ki 7-ci sinif səviyyəsində nümunə göstərərək, yerinə şərti ədədlər, rəqəmlər qoyaraq sizə izah eləyəcəm. Deyir ki, X və Y-in proton və neytron sayı üçün doğru olanları müəyyən edin. Oksigenin eyni izotopları verilmişdir. Əvvəlcə bu şərtə əlavə olaraq onu qeyd eləyək ki, oksigen 8-ci element, yəni proton sayı 8-dir, kütləsi də 16-dır. Deməli, 16-dan da 8 çıxanda neytron sayı da 8-dir. Bu ön məlumatı verəndən sonra əslində bunu verməmiş də hesablamaq olar. Sadəcə nümunə üçün deyirəm. İndi baxaq elektron sayına. İkisinin də elektron sayı B-yə bərabərdir. Yəni bu o deməkdir ki, ikisinin də elektron sayı bərabərdir. Amma burada ion tərəfinə baxsaq, görür ki, bu 3 mənfidir, bu 2 mənfidir. Yəni bunda 3 elektron çoxdur, bunda 2 elektron çoxdur. Oksigenlər onsuz da bərabərdir elektron sayıdır. Məsələn, bunda da 8-4-ün 32 elektron var, bu da 8-4-ün 32 elektrondur. Oksigenlər yəni burada bərabərdir. Amma burada 2, burada 3-dürsə, amma ikisi də bərabər çıxırsa, bu o deməkdir ki, X-in elektron sayı bundan bir vahid çoxdur. Və bunlar neytral atom olduğu üçün, deməli bu hansı elementdirsə bundan bir vahid sonraki elementdir. Məsələn, bu tutaq ki, şərti olaraq deyirəm. Bu 9-cu elementdirsə, bu 10-cu elementdir. Yəni bunun 9 elektronu, bunun 10 elektronu var. 10 üstə 2, 12 eləyib, 9 üstə 3, 12 eləyib. Bir daha deyirəm, oksigenlər 4 dənədir hər ikisində.
Hər ikisində də oksigen atomunda da ümumiyyətlə 8 elektron olur. 4 8-in 32, 4 8-in 32 oksigenə bərabərdir. Ona görə bunu çıxdaş elədim. Qaldı burada X-la 2 elektronu. X-in elektronlarına 2 əlavə elektron, Y-in elektronlarına 3 əlavə elektron. Amma bunlar deyir bərabərdir. Yəni X üstə 2 bərabərdir Y üstə gəl 3-ə. Deməli X elə bir ədəddir ki, bu bərabər olmaz. Hər iki tərəfdən 2-ni çıxsaq, X bərabərdir Y plus 1. O deməkdir ki, yəni X Y-dən bir vahid çoxdur elektronu. Elektron sayda proton sayına bərabər olduğuna görə, yəni neytral atomda, biz də bunu şərt ədəd qoyduq. Bu 10 məsəl üçün, bu 9. Şərti ədədlər qoyduq. Bu 10 ilə 9 deyil, əslində qızım. Bu məsələn 9-cu element fluordur. Fluor belə bir birləşməsi yoxdur. Şərti olar. Mən başlanğıcda da dedim ki, bunu qoyuruq ki, asan başa düşəsiniz, qavrayasınız. Deməli, indi proton say və neytron. Əvvəl proton hissəsi, bax bu hissəni həll eləyək, sonra keçək neytron hissəsinə. Hansının protonu çoxdur? X-in protonu 10-dur, Y-in protonu 9-dur. Deməli, çox olan X-dir. O halda X böyükdür, Y olmalıdır. X böyükdür, Y. Deməli, B ilə D-də X-in proton sayı Y-in proton sayından çoxdur. A ilə C yanlışdır. Burada tərsinə verilib. Normalda X çox olmalı idi. İndi keçək neytron sayı. Neytron sayı da deyir bərabərdir. Yenə də burada pozanla pozaq. Daha rahat başa düşəsiniz. Yenə də neytron sayı, hətta qələmi də dəyişək. Yenə də neytron sayı deyir bərabərdir. Onsuz da bizdə nə dedik? Oksigenin neytron sayı 8-dir. Burada eyni qədər oksigen var. 4 dənə oksigen. Deməli 4 8-in 32. Bunda da 32 neytrondur, bunda da 32 neytrondur. Bu dəfə iyonun yükünün buna heç bir aidiyyatı yoxdur. Yəni iyonun yükü neytron sayına aidiyyatı yoxdur. Oksigenlər eyni elmi, eyni saydadır. Eyni qədər neytronu var. Deməli oksigenlərdə heç bir aidiyyatı yoxdur. Bunların neytron sayının bərabər olması o deməkdir ki, X ilə Y-in neytron sayı bir-birinə bərabərdir. Bu da uyğun gəlir B bəndinə. Çünki X ilə Y bərabərdir. Bunda isə D bəndində isə böyükdür, kiçikdir. Bunlar hamısı yanlışdır. Deməli, 24-cü sualın cavabı B bəndidir. Nəhayət, son suala keçirik. X maddəsi verilib, temperaturu göstərilib 20 dərəcə, 60 dərəcədə həll olması. Yəni 100 ml suda 20 dərəcədə 60 qram, 60 dərəcədə isə 80 qram həll olunur. İndi deyir ki, 60 dərəcədə X maddəsinin 90 qram doymuş məhlulu 20 dərəcəyə qədər soyudulur. Bu zaman neçə qram X maddəsi məhluldan ayrılaraq çökər? Əvvəlcə baxaq görək, 60 dərəcə temperaturda 90 qram doymuş məhlul var. Ümumi məhlul 90 qramdır. Yaxşı, biz bilirik ki, 100 qramda, bu 60 dərəcədə, bu 60 dərəcə, 100 qramda 80 qram həll olur. 100 qramda 80 qram həll olur. Ümumi məhlul nə qədər olur? 100 üstə 80, 180 qram olur. Yəni, ümumi məhlul bu ikisi həm su ilə duzun cəmi olmalıdır. Yəni, 180 qramından 80 qramı duz olur. Amma 100 qramı su olur. İndi yaxşı, bu hissəni götürək, tənasüb quraq. 180-dən 80-ə duz olursa, bəs 90-dan nə qədəri duzdur? 90-dan da yarısı qədər də X qoyub tənasüb hesablayarıq. Yarısı qədər də edir 40. Yəni, bu məhlulda 50 qram su var. 40 qram da həmin o maddə var. Yəni, hesab edək ki, duz var. İndi yaxşı, 50 qram suda 60 dərəcədə 40 qram həll olub doymuş məhluldur. İndi bunları pozaq qoy, daha rahat başa düşəsiniz. İndi yaxşı, bunu soyutduq elədik 20 dərəcə. 20 dərəcə. 20 dərəcədə bəs 50 qram suda nə qədər həll olmalı idi? 20 dərəcədə 100 qramda 60 qram həll olursa, 50 qramda da 30 qram həll olar. Tənasüb qrubu uzun uzadı hesablaya bilərsin. Mən birbaşa da bilinir də 100-ün yarısı 50-dir, deməli 60-ın da yarısı 30-dur. 30 qram həll olar. 60 dərəcədə 40, 20 dərəcədə 30. Deməli 10 qramı neyniyər? Ayrılıb çökür. Çünki 40-dan 30-u çıxanda 10 qramı ayrılıb çökəcək. Ümumi məhlulda olacaq 80 qram. Bu da uyğun gəlir C bəndinə. 25 sualın hamısını işlədik. Bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.